Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 202 ünvanındayıq. Bu küçənin problemlərindən biri yolsuzluq problemidir. Sakinlər bildirir ki, illərdir bu küçəyə demək olar ki, nə asfalt örtüyü, nə də bələdiyyə tərəfindən hər hansısa bir daş qırıntıları tökülüb. Sakinlər dəfələrlə öz hesablarına gördüyünüz yollara daş qırıntıları töküblər. Lakin yağışlı havalarda vəziyyət heç də ürək açan olmur. Gördüyümüz mənzərə isə göz qabağındadır. 3 ildir burada yaşayırıq. Valla bir balaca yağış yağdı. Vəssalam burada mümkün deyil. Ya divarın küncü ilə, ya bir daş qoyasan, daşın üstü ilə gərək gedəsən. Lotuka bağlayırıq. Buralar bir Allahın üçün bərbad gündə olur ki, burada necə gedəsən bilmirsən. Məktəbə gedirsən səhər tezdəndən bərbad gündə. Yəni mümkün deyil. Müəllimələr yazdıqlar daşın üstündə, daş qoyub daşın üstündən keçib gəlir. Belə şey olmaz. Uşaqlarımızı məktəbə apara bilmirik. Yağış yağanda bütün bataqlıq olur da, belə açıq deyil. Ancaq özümüz eləmişik olar. Öz xərcimizə, yolu da keçən il öz xərcimizə elədik. Hərədən 150 manat pul yığdılar. Ortada heç nə yoxdur. Yenə çala çıxır. Əvvəlki ildə düzəltmişik. Hər il biz bura fıxır qoyuruq. Hər il. Yenə eyni vəziyyətdə yaşayırıq. Ümumi problem burada yol problemidir, kanalizasiya problemidir. Demək, keçən il qonşularla yığılışıb adama 150 manatdan, hər ailəyə 150 manatdan xərc çəkdik, asfalt qırıntısı tökdürdük bura. Ondan sonraki yağışlar yağdı, bütün hamısını yudu, apardı. Ona görə burada çuxurlar əmələ gəlib. Avtomobillər keçəndə altı yerə dəyir. Nə taksi girir bura, nə təcili tibbi yardım girir. Samir Əliyev küçəsinin problemi tək yollarının bərbad vəziyyətdə olması deyil. Küçənin ümumi kanalizasiya sistemi demək olar ki, yoxdur. Gördüyünüz kanalizasiya sistemini isə sakinlər özləri düzəldiblər. Bu kanalizasiya sisteminin isə üzəri açıq olduğuna görə yay aylarında xüsusən burada iydən, qoxudan durmaq olmur. Qış aylarında isə yağan yağışlar kanalizasiya sistemini doldurur və ətrafa daşmağa başlayır. Ya kanalizasiyamız yoxdur, heç xətti yoxdur. Cəmaət öz hesabını çəkibdir, ora axır, orada yer qazılıblar, ora axır. Yoxdur, problemli təmiz. Kanalizasiyadan vəbşə danışmayın da. Kanalizasiya vəbşə deyiləsi bir şey deyil. İrgənc halda olur buralar. İnanın Allaha, bax oradan, o istiqamətdən bu yana keçmək olmur. Palçıq bata-bata iyili suylardan vəbşə keçmək mümkün deyil. Bilmirsən, kanalizasiyanın dərdini çəkəsən, yoxsa yağış yağanda balotaların dərdini çəkəsən.